Sərhəd qoyarkən valideynlərin ən çox etdiyi səhv nədir? Yəni biz necə başa düşək ki, burada valideyn sərhəd qoyubdu, amma burada valideyn öz egosunu təmin edir. Yəni bir valideyn, hal-hazırda bizi izləyən bir valideyn bunu necə ayırd eləsin ki, o öz egosunun təminin şeyindədir, o deyir, davasındadır, yoxsa həqiqətən də doğru sərhəd qoymağı bacaran biridir? Birinci baxmalısınız ki, sizin hal-hazırdakı təşəbbüsünüz nədən irəli gəldi? Yəni hansı maraqlardan getdi də? Yəni bəzən görürsüz ki, o incə cizgini niyə ayıra bilmirik? Şəxsi qəbul edirik uşağın hərəkətlərini. Ona görə egoya keçirik. Çünki uşaq qışqırırsa, sən mənim üstümə qışqıra bilməzsən. Amma məsələn orada mövzu sənin üstünə qışqırmağı deyil, mövzu o uşağın əsəbini ümumiyyətlə idarə edə bilməməyidir. Məsələn, tutaq ki, ana olaraq, ata olaraq sizin üstünüzə qışqırmaz, amma gedər yenə dostları ilə, yəni ünsiyyət dili çətinliyi çəkir bu uşaq, amma sən onu elə qəbul etsən ki, mən sən ananam, sən necə danışırsan mənimlə və ya ata ilə elə danışmaq olmaz.